Əziz dostlar, Şirvanda təbii ki, yolların çəkilməsi çox yaxşı bir haldır. Yəni, təşəkkür edirik şəhər rəhbərliyinə ki, bax, Şirvanda yolların təmiri məsələsi artıq bugün başlayıb. Amma bu şirkət, hansı şirkət iş aparan bilmirəm, təhlükəsizlik önləmləri alınmayıb. Bax, görürsünüz, sürücülər üçün ciddi təhlükədir, heç bir yer bağlanmayıb, yol açıq vəziyyətdə qalır. Sürücülər burada hərəkət edə, bax, burada da iş gedir. Gördüyünüz kimi nəqliyyat vasitəsi, baxın, görürsünüz. Yəni, bu nə dərəcədə doğrudur və bunun məsuliyyətini kim daşıyır? Görürsünüz, bax, burada hərəkət gedə, bax, texnika burada çalışır. Nəyə görə texnika işləyir, bunu da bilmirik. Bax, digər tərəfdə də Azərbaycana məxsus texnika çalışır. Baxın, görürsünüz. Mən istəyirəm sizlərə göstərəm. Bu nə dərəcədə doğrudur? Yəni, bu nə biabırçılıqdır? Bax, yolu bu cür dağıdırlar, başa düşür, düzəldirsiniz, anladıq. Amma burada hərəkət ola, nə işdir bu aparırlar bunlar? Mənə bu çox maraqlıdır və yəni, maraq doğurur ki, niyə belə olmalıdır? Səbəb nədir? Hansı şirkətdir bunun məsuliyyətini daşıyan? Bax, görürsünüz, vətəndaşlar burada hərəkətdədir, nəqliyyat vasitələri və burada da iş gedir və baxın, görürsünüz, vətəndaş avtomobillerin üzərinə o gördüyünüz yuxarıda olan daşlar tökülür. Baxın, görürsünüz, vətəndaşlarla narazılığını bildirir. Baxın, görürsünüz, bu avtomobildir. Vətəndaşların həyatını bunlar heçə sayır. Görürsünüz. Bu təsadüfi şirkətlərdirmi? Yoxsa necə? Bunlar hansı peşəkarlıqdan gedir söhbət? Yol açıq vəziyyətdə bu cür təhlükəli işlər getmək nə dərəcədə doğrudur? Baxın, görürsünüzmü? Maşınların üzərinə tökülə bilər, kimsə xəsarət ala bilər. Hazırda burada hərəkət hissəsidir və yolun hərəkət hissəsində iş gedə, yəni avtomobillər gördüyünüz kimi hərəkət edir və bu da insanların həyat və sağlamlığını ciddi şəkildə təhlükə altına atır və heç bir təhlükəsizlik önləmləri alınmayıb söz gedən şirkət tərəfindən və görürsünüz, hazırda ərazidə işlər aparırlar. Sahə rəisi göstəriş verir ki, sözgedən ərazidə təhlükəsizlik önləmləri alınmadan baxın, bu işlər gedir. Nə dərəcədə olur? Belə işdir gedər. Yəni, belə, yəni, absurddur. Burada insanlar belə deyək də, yoxdur.